İbn Teymiyyə çox maraqlıdır. Ya bunu qəsdən edir, ya nadancasına bu işi görüb. Gəlir öz kitabında Minhacun Sünnətin Nəbəviyyədə gəlib deyir ki, Şiələrin, yəni Rafizilərin 4 dənə üsulu var. Tövhid, nübüvvət, imamət və ədl. Tövhiddən sonra ədl. 4 dənədir. Məadı saymır. Ya bu şəxs bilmir, cahildir, nadandır, təsəvvür edin ki, Şiənin usulü dinini bilmir bu. Və həmçinin əgər bilirsə, qəsdən demirsə, gizlədirsə, o zaman yenə də İbn Teymiyyə çox böyük səhv və yanlış bir iş görür. Bizim usulü dinimiz, etiqadımıza əsasən, usulü din əsasən tövhiddir, ədildir, nübüvvətdir. Daha doğrusu tövhiddir, nübüvvətdir, məaddır, bu 3 dənədir. Ədil tövhidin bir qoludur və imamət də nübüvvətin davamıdır və onun bir qoludur və məzhəbin usullarından sayılır.